Bu x oku, bu da y. Bak biz çevrənin tənliyini çıxartmaq istəyirik. Birinci mərkəzi koordinat başlanğıcında olan çevrənin tənliyini var. Mərkəz koordinat başlanğıcındadırsa, bura 0, 0 düzdür. Bu çevrənin radiusu olsun. Elə mi? Çevrənin radiusu, bax bu nöqtə çevrənin keçdiyi yer, bax bura y. Burada y olsun, düzdür. Bunu iki cür çıxarda bilərsiniz üstünü. Bir Pifagor teoreminin əsasını tapa bilərsiniz çevrənin radiusu üstünü. Bir də iki nöqtə arasındakı məsafə üstünü görə. Birinci Pifagor teoremindən baxaq. Bax buradan bura nədir? X-dir. Buradan bura bəs nədir? Hündürlüyü. Bax paralel olduğuna görə düz bucaqlı, düz bucaqlı, düz bucaqlı, düz bucaqlı. Düz bucaqlının buradan bura məsafə y isə, bunun qarşı tərəfindəki məsafə də y olacaq. Elədir. Bu zaman nə baş verəcək? Onda Pifagor teoreminə görə burada y olsa, x kvadratı, üstə gəlsin y kvadratı bərabərdir l kvadratı alaraq. Bu olur mərkəzi koordinat başlanğıcında olan çevrənin düsturu. İkinci qayda. Məsələn, biz iki nöqtə arasındakı məsafə düsturunu bilirik. Bura əgər biz dediyimiz kimi x, y nöqtəsi olarsa, fərz elək ki olur. Onda baxaq görə necə ala bilərik biz bunu. Deməli, mən buradakı x-in, bunun x-in çıxsam, yəni, burada iki nöqtə arası, parçanın uzunluğu məsafəsi düsturuna əsasən. x çıxılsın 0 mötərizənin kvadratı, üstə gəlirsin, y çıxılsın 0 mötərizənin kvadratı, bərabərdir məsafənin kvadratına, yəni evin kvadratına. Mesela, aydındır. Buradan da verdi bizə nə? X kvadrat, üstə gəlsin y kvadrat, bərabərdir evin kvadratı. Bu bir. Yaxşı, mərkəzi koordinat başlanğıcında olmasa, mən onun üstünü necə çıxarda bilərəm? Yenə iki üsulun ikisindən də Pifagor teoremindən də istifadə edə bilərsən. Mərkəz burada. Bunun mərkəzinin x-nə A deyirəm, y-nə də B deyirəm. Bu radius, məsələn, fərq edir ki, bu radiusu çəkiriz. Burada olsun x, y nöqtəsi. İki nöqtə arasındakı məsafə düsturuna görə uyğun x-dən x-ni, y-dən y-ni çıxanda onlar arasındakı məsafənin kvadratına bərabər olur. Kvadratların cəmbəlidir. X-dən çıxsam A-nın kvadratını, üstə gəlsin, y-dən çıxsam B-nin kvadratını, bərabərdir R-in kvadratı olur. Yəni, mərkəzi AB-də olan, AB nöqtəsində olan çevrənin tənliyi bu şəkildə hesablanır. İndi Pifagor teoreminə görə baxsaq necə baxarıq? Gəlin baxaq, Pifagor teoreminə görə baxsaq, bunun radius qəbul edim. İndi, həmin qaydada, belə deyək, buradan bura məsafə, buranın y götürürəm, yəni y-ə görə. Onda burada endirilmiş olduğuna görə, bura nə olmuş olur? X olmuş olur. Elə deyil. Burada məsafə A çıxılsın x. Buradan bura, buradakı məsafə, yəni buradakı məsafə ilə eyni olur. Bu da olur y çıxılsın b. Bunun düsturunu çıxarda, onda olacaq. Deyəsən ki, mənim burada katetlərin kvadratları cəmi hipotenuzun kvadratına, hipotenuz da r olduğuna görə r-in kvadratına bərabərdir. Bu zaman yazaram ki, birinci bu aşağıdakı katetdir. A çıxılsın x mötərizənin kvadratı, üstə gəlsin y çıxan b mötərizənin kvadratı bərabərdir r-in kvadratına. İndi baxsız analoji olaraq dərs ki, bizdə burada x çıxaraq. Mötərizənin üstü kvadrat olduğuna görə sən burada mənfin ortaq çıxarsan qarşıya heç nə dəyişməyəcək. Mənfi x çıxılsın a mötərizənin kvadratı bu şəkildə. Üstələnsin y çıxılsın b mötərizənin kvadratı bərabərdir r kvadratı olsan. İndi fikir verin, mənfinin kvadratı nə edəcək? Yenə müsbət. Onda yerdə qalacaq yenə x çıxılsın a mötərizənin kvadratı. Üstə gəlsin y çıxılsın b mötərizənin kvadratı bərabərdir r-in kvadratı yaza bilərsən.